Bu nədir? Qiymətlər hara uçur? Belə qiymətmi olar? Bunlara nətər çatdıracaq? Qənaət edən də yoxdur ki, ailədə bir nəyisə çatdırım, nəyisə özümə alım. Nədir? Yenə nə deyinirsən? Heç nə, qiymətlərə baxıram və ailə xərclərimizə baxıram ki, yenə ağlına gələn hər şeyi almısan. Bəs də. Yox, ciddiyəm. Bax, bu nədir? Almısan. Bax, 10 manat, 15 manat da buna gedir. Bu nədir? Qabağına çıxan mebel dükanından bunu almaq nə deməkdir? Heç nə verməmişəm. Bu 30 manatdır. 30-dur. Mən elə bildim 15-dir. Pul asanlıqla qazanılmır. Bir asan xərcləməməyə çalış. Kartımdan niyə pul çıxdı? Yenə nə sifariş eləmişsən? Bəsdir, boğaza yığdım məni, pul çatdırmaq olmur sənə. Krokodil saxlasaydım, delfin saxlasaydım bu qədər pul tələb eləməzdim. Saxlayamırsan da görmürsən.